izlədik və bu rəqsi ərsəyə gətirən dəyərli bir müəllim bizimlə bərabərdir. Elsəvər Ağay, Elsəvər bəy, xoş gördük. Mənim vaxtınız xeyir olsun. Təşəkkürümü bildirirəm, təklifinizi qəbul etdiniz və ilk gözəl balalarımızla, fidan balalarımızın efirimizdə qonaq oldunuz. Elsəvər mütəmadi olaraq efirimizdə qonaq olmuş uşaqlarla bərabər. Rəqs haqqında sizə bir məlumat verək, gözəl bir rəqs izlədik. Mən də sizi salamlayıram, bütün əməkdaşlarımızı salamlayıram. Zəfər ayı bayram rəqs edir, gözəl bir uşaqlarımız bayram günündə onun gözəl bir rəqsimiz oldu. Gördüyünüz kimi uşaqların yaşları görürsünüz. 4 yaşdan, 3 yaşdan, 10-15 yaşa kimi bizim tələbələrimiz var. Yəni rəqsdə də kompozisiya bir rəqsdir. Yəni mən sizin verilişlərlə gəldim, qeyri-adi müxtəlif rəqslər, xarici olsun, ölkələrin rəqslər gətirəm. Sağ olun ki, bizə belə şəraitdə yaradıcı uşaqları özləri görürlər, sevinirlər. Əlbəttə ki, biz necə indiki dövrdə bu belə deyək, telefonların uşaqların pozması, alakası olduğunu görür. Bu uşaqlar üçün çox motivasiya var. Həm yerləşik edir, həm idman edir, həm özünü efirdə görür. Yəni öz dostları ilə, sinif yoldaşları yanında, qohumlarla özünü görəndə uşaqlar da daha da həm dərsə onun həvəsi artır, həm də rəqsi artır, həyat təcrübəsi təbii ki artır. Elsəvər bəy, vurulursan ki, 3 yaşdan yuxarı uşaqlara rəqs öyrətmə asan olur, yoxsa biraz yaşı yüksək olan şəxslər, 12-15 yaşı olan uşaqlara? Yox, təbii ki, uşaqlarla işləmək daha çətindir. Demək ki, bu aydın məsələdir. Yəni, ancaq elə bir potensiallı uşaq var ki, görürsünüz ki, böyük uşaqlar çox gözəl oynayır. Yəni, biraz da bizim milliyimiz var da, bizim qanunumuzda da var da, yəni, rəqs, yəni ki, rəqsə gəlməyən uşaqla mahnı qoşanda oynayır, özünüz görür balaca uşaqlardan. Bu bizdə biraz qanunla gəlir, biraz deyək ki, milli ruhda o biraz var. Bəs oğlan uşaqlar yoxsa qız uşaqlar, hansı daha çox öyrənməyə can atır? Ən çox qız uşaqlar, təbii ki, həqqı olaraq qız uşaqlar. Ancaq belə deyək, oğlan uşaqlarda var ki, onlar öyrənəndə daha mükəmməl olacaq. Çünki oğlanın rəqsi ilə qızın rəqsi təbii ki, bizdə fərqliyi var da. Biz baxış açısına baxanda qızda incəlik var, oğlanda isə də səhvli olan rəqslərdə gördüyünüz kimi. Bəs Elsəvər, bir rəqsin öyrənməyə nə qədər vaxt var? Yoxsa rəqsə aiddir, rəqsin quruluşuna, kompozisiyaya aiddir? Bəli, rəqsin quruluşuna aiddir. Biz rəqslərdə tapdığımızda ki, baxırıq ki, uşaqların qabiliyyəti nəyə çatır, hansı səviyyədə oynaya bilərlər, başa düşdünüz? Məsələn, mənim indi siz rəqsdə izlədiyiniz kimi orada tələbələrim var ki, onlar 4 il, 5 il, 6 il gəlir, onlar daha professionaldır, onlar daha sərbəst olur. Nəinki bir ay gələn tələbələr də var, siz gördünüz, 3 ay rəqsə gələn. Onlarla onların qurduğum rəqslərdə təbii ki, fərq olmalı ki, bunu uşaqlarda bir nümayiş edib, şey edir, göstərir. Belə bir şəxslər, uşaqlar olurmu ki, belə deyim də, rəqsi öyrənmək istəyir, amma aylar, illər olsa belə bacarmır da, belə deyim, ortaya bir iş çıxmır, belə deyim. Bacarmayan tələbə olmur, yox, elə bir tələbə olmur. Çünki bu rəqsə gələn həvəs istəyir, hər bir necədir işində, o rəqsdə idmanlarda, hər birisi həvəs. Bu uşağın həvəsi varsa, valideyn təbii ki, o həvəs üzərindən irəli gəlir. Valideyn o uşağı rəqsə yazdır. Özü həvəs olmaz sonra uşaq təbii ki, qız baxsın. Bir uşaq 3 ay öyrənir, bir uşaq 1 il öyrənir, bir uşaq 1 ay öyrənir. O uşağın özündən götürməyin lazım. Birazdan bir rəqsdə izləyəcəyik, Elsəvərin uşaqları. Mənə nə maraqlıdır Elsəvər? Ölkəmizdə rəqsə maraq artırmı yoxsa azalırmı? Əlbəttə çox artır, həddindən artır. Mən özüm 2004-cü ildən rəqslə məşğulam. Bizim o zamanlar bizdə yəni o dərəcədə yoxdur. Səhnələrdə rəqs çox imkanlar yoxdur. İmkan da yoxdur. Bəli, kanallarda da bəzi kanallarda var idi çox. Amma indi şükür Allah bir gözəl verilişlərimiz var. Bu uşaqlar öz potensialları göstərirlər. Festivallar olsun, yarışlar olsun, rəqs yarışları, efirlər çox gözəl. Elsəvər, təşəkkürümü bildirirəm. İşlərdə olaraq arzulayıram sənə. Və istərdim sonunda bir rəqs izləyirik və elə bununla da efirimiz yekunlaşacaq. Nə rəqsdir, məlumat verərdim? Taxtır, yenə də vətənbərlər uğurlu bir rəqsdir. Gözəl kompozisiyadır. Həm rəqsdə, həm kompozisiyadır. Burada Sarı Gəlində rəqsi var. Arada balaca 4 yaşdır. Balaca mələyimiz rəqs edəcək. Nilay tələbəmiz görəcəksiniz. Yəni, çox maraqlı bir rəqs olacaq. Odur ki, bizi izləyin, rəqs izləməyə dəvət edirəm bizdən baxanları. Təşəkkürümü bildirirəm gəldiyinizə görə və inanıram ki, bizə də baxanlar bugünkü efirimizdən böyük bir zövq aldılar. Mən sizinlə sağollaşıram gələn həftənin 5-ci gününə qədər, amma sonunda rəqs ilə bugünkü günümüz yekunlaşır.